Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Dövlət İmtahan Mərkəzinin 2-ci qrup abituriyentləri üçün qəbul modelinə uyğun paylaşdığı 20 sınavın 9-cu sınavına gəlib çatmışıq. Bugün 9-cu sınavın izahını sizlərlə birlikdə bölüşəcəm. Deməli, başlayaq ilk sualdan. Birinci sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Təsərrüfat formalarına aiddir bu. Deməli, natural təsərrüfat, əmtəə təsərrüfatı və bazar iqtisadiyyatı. Qeyd olunur ki, A-da insanlar yalnız öz tələbatlarını ödəmək məqsədi ilə məhsul istehsal edir. Deməli, ancaq öz tələbatını ödəməkdirsə, bu olacaq təbii ki, natural təsərrüfat. Təsərrüfatın natural formasında insanlar yalnız öz tələbatı üçün məhsulu istehsal edir. Daha onu satmaq üçün deyil. B-yə baxaq. Tələb və təklif arasında yaranan iqtisadi münasibətdir. Baxın, tələb və təklif arasında yaranan iqtisadi münasibət bu olacaq bazar iqtisadiyyatı. Tələb olur və təklif olur. Yəni, burada belə deyək, satıcı olur və alıcı olur. Bunun nəticəsində də tələb təklif yaranır və bazar iqtisadiyyatını əmələ gətirir. C-də isə istehsal olunan məhsul satış məqsədi daşıyır. Bu da təbii ki, olacaq əmtəə təsərrüfatı. Yəni, baxın, 1A, 2C, 3B. 1A, 2C, 3B. Düzgün cavab B variantı olacaq. 2-də qeyd olunur, yanlış sıraları müəyyən edin. Xidmətlərlə bağlıdır. İnfrastruktur xidmətləri, nəqliyyat, elektrik təchizatı. Bəli, bu düzgündür. Yanlış sıraları müəyyən edin dediyi üçün bunu götürməliyik. Fərdi xidmətlər, reklam hüquq məsləhətxanası, xeyr, bu fərdi xidmətlərə aid deyil. İşgüzar xidmətlərə aiddir. Onun üçün 2-ni götürərik, yanlış olduğu üçün. 3-də qeyd olunur ki, işgüzar xidmətlər istirahət əyləncə. Baxın, bu da eyni ilə tamamilə yanlışdır. Fərdi və işgüzar xidmətlərin yerini yanlış yazılır. 4. Sosial xidmətlər, təhsil səviyyə təbii ki, düzgündür. Deməli, yanlış sıralar olacaq 2 və 3. Yəni, düzgün cavab variantı olacaq A. Keçək 3-cü suala. Təsərrüfatında xidmət sahələrinin payı çox olan ölkələri xəritə sxemə əsasən müəyyən edin. Biz bilirik ki, xidmət sahələrinin payı inkişaf etmiş ölkələrdə daha çox olur. Gəlin, baxaq, inkişaf etmiş ölkələr hansıdır? Deməli, baxın, 1 olacaq Norveç, təbii ki, 1-i götürməliyik. 2 olacaq Almaniya, təbii ki, 2-ni götürməliyik. 3-ə baxın, Nepal götürməliyik. 4. Cənubi Koreya, təbii ki, götürərik. 5. Bangladeş götürməliyik. 6. Deməli, 6 düşür Efiopiyaya, 6-nı da götürməliyik. Düzgün cavablar olacaq 1, 2 və 4. Yəni, D variantı. İnkişaf etmiş ölkələri götürməliyik. 4-də qeyd olunur ki, iqtisadi inkişaf səviyyəsinin meyarlarından deyil. İqtisadi inkişaf səviyyəsinin meyarları. Əmək məhsuldarlığı bəli, iqtisadi inkişaf səviyyəsinin meyarı ola bilər. Sənayedə elm tutumlu sahələr olar. İxracatda xam malın payının çox olması. Baxın, bunun heç bir aidiyyatı yoxdur iqtisadi inkişaf səviyyəsinin meyarı ilə. İxracatda xam malın payının çox olması, məsəl üçün bu, Afrikanın geridə qalmış kasıb ölkələrində də ixracatda xam malın payı çox ola bilər. Bu, iqtisadi inkişafın səviyyəsini müəyyən etmir. D-də dünya bazarında rəqabətə davamlı məhsulun istehsalı. Bəli, yəni burada C-ni götürdük də. G-də ixracatda elm tutumlu məhsulların payı, deməli, bəli, bu da iqtisadi inkişaf səviyyəsinin meyarlarındandır. Deməli, C olacaq, iqtisadi inkişaf səviyyəsinin meyarlarından olmayan. Düzgün cavab C variantı. Görünməz ixracata aiddir. Görünməz ixracat qeyd etdiyimiz kimi nə idi? Müxtəlif xidmətlərin, baxın, elə A variantında qeyd olunur. Müxtəlif növ xidmətlərin göstərilməsi. Bəli, müxtəlif növ xidmətlərin göstərilməsi məhz görünməz ixracata aiddir. Ölkələrarası investisiya qoyuluşu, kapital ixracı, beynəlxalq ticarət, xarici şirkətlərin ölkələrə kredit verməsi, bunlar görünməz ixracat aid edilmir. 6-cı sualda qeyd olunur ki, doğru sıraları müəyyən edin. Əkinçilik ilə bağlı olan məsələdir. Pambıq, Pakistan, Özbəkistan ixracatçı, idxalçı, Almaniya, Böyük Britaniya. Bəli, düzgündür. Pambığın ixracatçıları Pakistan, Özbəkistan olar, idxalçıları da Almaniya, Böyük Britaniya.
Çəltik, ixracat İspaniya, Avstraliya, ithal Çin, İndoneziya. Tamamilə əksinə. İxracat Çin, İndoneziya, ixracat İspaniya, Avstraliya ola bilər. Götürməli. Şəkər çuğunduru, ixracat Kuba, Braziliya əksinə. Burada şəkər qamışı ixrac olunur. Onun üçün 3-ü də götürülür. 2, 3-ü çıxırıq, 2-ləri çıxırıq. Aha, D variantı qalır. 4-ə baxaq. Qəhvə, Kolumbiya, Vyetnam ixracat, Yaponiya, Rusiya ixal. Bəli. 5-də çay, Hindistan, Şri-Lanka ixracat. Bəli. Kenya, Türkiyə ixal. Xeyr. Baxın, Kenya, Türkiyə özləri də ən iri çay istehsalçılarından biridir. Onun üçün 5-də yanlış. 6. Buğda, Rusiya, Argentina, deməli, ixracatçı, ixalçı Nigeriya, Norveç. Bəli, tamamilə düzgündür. 6 da olacaq. Düzgün cavablar D variantı 1, 4, 6. Əkinçiliyin coğrafiyası ilə bağlı olan sual idi. 7-ci sualda qeyd olunur ki, yüksək inkişaf etmiş iqtisadi rayonları müəyyən edin. İspaniyanın mərkəzi olmaz. Almaniyada sarı, baxın, bu deməli, köhnə aqrar sənaye rayonlarıdır. ABŞ-ın Kaliforniya ştatı əlbəttə mütləq. İtaliyanın şimalı, bəli, baxın, İtaliyanın şimalını deyildik, yüksək inkişaf etmiş iqtisadi rayon. Cənubu isə xeyr olmaz və Almaniyanın cənubu. Yəni 3, 4 və 6 E variantı olacaq, yüksək inkişaf etmiş iqtisadi rayonlar. 8-ci sualda qeyd olunur ki, xəritə sxemə əsasən ölkələrin müvafiq gəlin ixtisaslaşma sahələrini müəyyən edin. Edək. Baxın, 1 Avstraliya. Baxın, Avstraliyada bunların hansı olacaq? Dəmir, aha, yox. Baxın, boksit, kömür, dəmir filicinin hasilatıdır. Yəni D. 1-ə olacaq D. 2. Cənub-Şərqi Asiya, İndoneziya. Burada biz bilirik ki, qalaydı. Neft hasilatı meşə tədarükü ilə mövcuddur. 2 olacaq Y. 3. Braziliya. Braziliya dəmir, boksit, meşə tədarükü. Bəli. 3 olacaq B. 4. Çili, bu təbii ki, misdir. 4 olacaq A. 5-dəki Nigeriya neft qaz hasilatı. Bu da olacaq 5-ə də C. Deməli, 1D, 2, deməli, Y, 2Y, 3B, 4A və 5C. Düzgün cavab olacaq A variantı. 9-cu suala keçirik. Neft və daş kömürü uyğun bəndlərə müəyyən etməyimizi istəyir bizdən. Hasilatında bir çox inkişaf etməkdə olan ölkələr xüsusi rola malikdir. Baxın, biz bunu götürməliyik neftə. Çünki neftin əsas hasilatçıları inkişaf etməkdə olan ölkələr olacaq. İnkişaf etmiş ölkələrdə isə əsasən daş kömürü olacaq. Üzvü mənşəlidir hər ikisi. ABŞ və Rusiyadan hasilatı aparılır. Baxın, ABŞ və Rusiyada hasilatı aparılacaq. Yenə hər ikisinin. Əsasən hasilat rayonlarında istehlak olunacaq. Daş kömür, dünya bazarında payı az olacaq. Bu da daş kömürü. Neftə aid olacaq 1, hər ikisinə aid olacaq 2, 3 və daş kömürə aid olacaq 4, 5. Bu 4-ü biraz yaxşı yazaq. Baxın, düzgün cavab olacaq 9-da Y variantı. 10-cu sualda qeyd olunur uyğunluğu müəyyən edin. Əsas kimya üzvü, sintez kimyası, polimerlər kimyası. Plastik kütlə. Plastik kütlə aid olacaq üzvü sintez kimyasına. 2 olacaq A. Sintetik materiallar. Sintetik materiallar olacaq polimerlər kimyası. 3 olacaq B. Mineral gübrələr. Mineral gübrələrə aid olacaq əsas kimyaya. 1 olacaq C. Turşu və duz. Bu da aid olacaq əsas kimyaya. Əczaçılıq bunların heç birinə aid olmayacaq. Əsasən mədən kimyasına aid olacaq. Baxın, 1CD, 2A, 3B. Düzgün cavab olacaq C variantı. 11-ci sualda qeyd olunur ki, müəssisənin istehlak rayonuna yaxın yerləşməsinə təsir edir. A. Məhsulun maya dəyərinə. Müəssisənin istehlak rayonuna yaxın yerləşməsi təsir edir. Məhsulun maya dəyərinə. Bəli, elə baxın, müəssisənin istehlak rayonuna yaxın yerləşməsi
məhsulun maya dəyərinə təsir edir. Sərf olunan xam malın miqdarına aid olmaz. Məhsulun keyfiyyətinə əlaqəsi yoxdur. Müəssisənin istifadə etdiyi enerjinin miqdarına xeyr. Məhsula olan tələbata xeyr. Baxın, məhsulun maya dəyərinə müəssisənin istehlak rayonuna yaxın yerləşməsi təsir edir. Çünki burada bəzi xərclər, daşınma xərcləri filan az çıxır və məhsulun maya dəyərinə bu müsbət təsir edir. 12-də qeyd olunur elektroenergetika üzrə ixtisaslaşmış iqtisadi rayonlar və əsasən olacaq, baxın, Şərqi Zəngəzur olmaz. Baxın, mərkəzi rayon Şirvan Salyan. Dağlıq Şirvan olmaz, Quba Xaçmaz olmaz, Şəki Qətalı olmaz. Düzgün cavab olacaq 12-də B variantı. 13-də qeyd olunur ki, xəritə sxemdə qeyd edilmiş ölkələr üçün səciyyəvi xüsusiyyətlər. İspaniya, İtaliya, Yunanistan, Cənubi Avropa, turizm, deməli, beynəlxalq ticarət, baxırıq. Əlverişli iqtisadi coğrafi mövqeyə malikdirlər, bəli. Beynəlxalq ticarətdə mineral xam mal ixracatçısıdırlar, xeyr. Sitrus meyvəçiliyi, zeytunculuq, bəli, inkişaf edib subtropik ərazidə immiqrasiya mərkəzləri deyil, köçürmə kapitalizm ölkələri deyil, ölkəyə gələn turistlərin sayına görə qabaqcıl yer tutacaq, bəli. Baxın, 1, 3 və 6 aid oldu İspaniya, İtaliya və Yunanistana. Düzgün cavabımın 13-də A variantı. 14-də isə qeyd olunur köhnə sənaye rayonlarında mövcud olan sənaye sahələri. Maşınqayırma yeni sənaye, köhnə sənaye rayonlarına aid deyil. Bu, inkişaf etmiş ərazilərdə də olacaq. Baxın, toxuculuq olar. Kimya sənayesi olmaz. Aerokosmik avadanlıqlar istehsalı olmaz. Bəli, baxın, metallurgiya olacaq, bir də hasilat. Bunlar əsasən köhnə sənaye rayonlarında mövcud olan sənaye sahələrdir. Yəni, düzgün cavab olacaq 2, 5 və 6. 15-ci sualda qeyd olunur ki, müxtəlif istiqamətdə fəaliyyət göstərən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan birgə fəaliyyəti necə adlanır? Aha, bu olacaq holding. Düzgün cavab 15-də D variantı. Azad iqtisadi zonalara aid xüsusiyyətlər. Aha, aizlər. Əsasən inkişaf etmiş regionlarda yaradılır. Əsasən ölkənin inkişaf etmiş regionlarında yaradılır. Xeyr, əksinə. Əsasən, deməli, buna təsir edən xüsusiyyətlər, məsəl üçün, əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanlarıdır, deməli, investisiyaların cəlb olunmasıdır və s. 2-də qeyd olunur, baxın, elə əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanlarından istifadə edilir, bəli, yalnız inkişaf etmiş ölkələrə xasdır. Xeyr, investisiyalar cəlb edilir. Bəli, burada yeni iş yerləri açılır. Bəli, fəaliyyət sahəsi daxili bazar ilə məhdudlaşmır, xarici bazara da çıxır. 2, 4, 5. Düzgün cavab olacaq B variantı. 16-da qeyd olunur. Daha doğrusu 16-da B, 17-ci suala keçək. 17-ci sualda qeyd olunur ki, xəritə sxemə əsasən günəş elektrik stansiyalarının tikilməsi üçün əlverişli əraziləri müəyyən edir. Baxın, biz bilirik, bu olacaq Küraraz, Naxçıvan, Qobustan, Abşeron, Ceyrançol, Azunahur kimi, deməli, illik günəş radiasiyasının miqdarının, illik günəşli günlərin miqdarının çox olduğu ərazilər. Baxın, elə 1-i götürərik, 2-ni götürərik və 5-i götürərik. 6-dır, 3-dür, 4-dür. Bunlar il boyu günəşin daha az göründüyü ərazilərdir. Əsasən buzluluğun çox olduğu ərazilərdir. Onun üçün bu ərazilərdə, yəni 3-də, 4-də, 6-da günəş elektrik stansiyalarının tikilməsi əlverişsizdir. Daha əlverişli olacaq 1-də, 2-də və 5-də. Düzgün cavab olacaq C variantı. 18-ci sualda qeyd olunur, ərazisində metallurgiya müəssisələri yerləşən iqtisadi rayonları müəyyən edin. Baxın, bu olacaq, deməli, Bakı, Gəncə, Daşkəsən, mərkəzi aranda olmaz. Lənkəran, Astarada olmaz. Milmuğan, Şirvan, Salyan olmaz. Dağlıq, Şirvan yenə olmaz. Baxın, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Bakı. Bəli, bunların hər üçündə, məsəl üçün, Qazax, Tovuzda Gədəbəydə, Gəncə, Daşkəsəndə, Gəncədə, Daşkəsəndə, Bakıda təbii ki, birdən metallurgiya müəssisələri fəaliyyət göstərəcək. 18-də düzgün cavab olacaq E. 19-da qeyd olunur, xəritə sxemə əsasən pambıq və kartof istehsalına görə fərqlənən ölkələrə müvafiq olaraq müəyyən edir. Baxın ki, əslində hiss olunur, Avropa ölkələridir, 1-dir, 5-dir, yəni 1-də 2-dir, Rusiyadır. Bu ərazilərdə olacaq kartof əkinləri.
Yəni 2-də olacaq 1-2-5, baxın elə A variantı uyğundur. Pambıqda olacaq, baxın, Özbəkistan, Braziliya və Avstraliya. Yəni 3, 4 və 6. Aydındır. Düzgün cavab olacaq 19-da A variantı. Bir də isə baxın, 1 Ukraynadır, 2 Polşadır, daha doğrusu 5 Polşadır, 2 Rusiyadır. Bu ərazilərdə əsasən kartov əkinləri, kartov istehsalı daha çox olacaq. Düzgün cavab 19-da A variantı. 20-də qeyd olunur ki, biotexnoloji inqilabın əsas məqsədi. Burada biotexnoloji inqilabın əsas məqsədi bitkilərin təbii şəraitdən asılılığını azaltmaqdır. Çünki baxın, burada əsasən səhralıq ərazilərdə bitkilərin inkişafı, parnik şəraitində, texnoloji avadanlıqlardan istifadə etməklə həyata keçirilir və bu təbii şəraitdən, belə deyək, asılılığı azalır. Onun üçün biz elə biotexnoloji inqilabı görən kimi bitkilərin təbii şəraitdən asılılığını azaltmaq kimi A variantını götürməliyik. B-dir, orqanik əkinçiliyi inkişaf etdirmək. Xeyr, suvarma əkinçiliyi inkişaf etdirmək. Xeyr, dəmiyə əkinçiliyini inkişaf etdirmək. Xeyr, kənd təsərrüfatında ənənəvi üsullardan istifadə edərək məhsuldarlığı artırmaq. Təbii ki, xeyr. Düzgün cavab olacaq 20-də A variantı. 21-ci sualda qeyd olunur ki, texnika və texnologiyaların təkamül yolu ilə inkişaf etdiyi ölkələr. Əlbəttə, bu inkişaf etmiş ölkələr, yüksək inkişaf etmiş ölkələr olacaq. Aha, əksinə, təkamül deyir. Biz sıçrayış olanda yüksək inkişaf etmiş ölkələri götürürük. Təkamül isə geridə qalan kasıb ölkələr. Baxın, İsveçrə Cənubi Koreya çıxar A-da, Belçika İsveçrə çıxar B-də, İtaliya çıxar D-də, ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya Y-də hamısı çıxar. C-yə baxın, Pakistan, İndoneziya, Peru, Tunis. Bu ölkələrdə texnika və texnologiya təkamül yolu ilə inkişaf edir. Yəni, belə deyək, zəif şəkildə, yəni nəzərə çarpacaq sıçrayış olmadan inkişaf edir. Onun üçün biz burada götürməliyik C variantını. Düzgün cavab 21-də C variantı. İnkişaf etməkdə olan ölkələr. 22-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Neftçala, Lənkəran, Gədəbəy, Şəki, Sumqayıt. Aha, A. Yerli xammal əsasında ipək kombinatı fəaliyyət göstərir. İpək kombinatı olacaq Şəkidə. Qızıl emalı zavodu fəaliyyəti olacaq Gədəbəydə. Kimya sənayesi müəssisələri olacaq Sumqayıtda. Yodbrom istehsalı müəssisəsi fəaliyyət göstərəcək Neftçalada. Dünyada gücünə görə 3-cüdür hətta bu zavod. Meyvə-tərəvəz konservi istehsalı ixtisaslaşma sahəsi olacaq, əlbəttə Lənkəranda. Tez yetişən meyvəçilik. Deməli, baxın, 1D, 2G, 3B, 4A, 5C. Düzgün cavab olacaq 22-də D variantı. İndi isə keçirik açıq tipli suallara. Baxın, burada ümumdaxili məhsul, ümummilli məhsulun tapılmasına aid məsələ var. Bu məsələnin həllinə baxaq. Qeyd olunur ki, ölkədə ümumdaxili məhsulun həcmi 60,4 milyard ABŞ dollarıdır. Ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı məhsul və xidmətlərin dəyəri 33,9 milyard ABŞ dollarıdır. ÜDM-də xarici şirkətlərin payı 12 milyard ABŞ dolları olarsa, ümummilli məhsulun dəyərini milyard ABŞ dolları ilə hesablayın. Deməli, baxın, biz keçən dəfədə bu tipli məsələnin izahında qeyd etdik ki, bu zaman biz nə edirik? Baxın, yazırıq, ümumi daxili məhsul. Daxili məhsulları ayırmalıyıq 2 yerə, düzdürmü? Xarici şirkətlərin payı, bir də deməli, ölkənin öz şirkətlərinin. Bunu da yazaq daxili. Ümummilli məhsulda isə ilə ayırmalıyıq 2 yerə. Ümummilli məhsulda da xarici şirkətlərin, daha doğrusu deməli, xaricdə yaratdığı məhsul və xidmət, yəni ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı məhsul və deməli xidmətlər yenə xarici yazırıq və ölkənin daxilində olan. Baxın, bu daxillər eynidir. Ümumdaxillə ümummillidə. Deməli, qeyd olunur ki, ümumdaxili məhsulun ümumi həcmi 60,4 milyard ABŞ dolları. Ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı məhsul və xidmətlərin dəyəri 33,9 milyon. Ölkəyə məxsus şirkətlərin
yaratdığı məhsul və xidmətlərin dəyəri deyəndə biz ümumilli məhsulun yaratdığı, baxın, daxilini götürməliyik. Yəni, bu da olacaq, deməli, xaricdə, baxın, xaricə aid olacaq. Bu da olacaq 33,9 milyard ABŞ dolları. Ümumdaxili məhsulda xarici şirkətlərin payı 12 milyard ABŞ dolları olarsa, baxın, bu 12 milyard. Deməli, biz buradan birbaşa tapırıq ki, ümumdaxili məhsulda daxili deməli, olacaq nə qədər? 60,4-dən 12-ni çıxarıq, qalar 48,8 deməli, neçə? Bir saniyə, bunu yenidən hesablayaq ki, yanlışlıq olmasın. 60,4-dən çıxırıq 12-ni. Bu da edəcək 48,4. Bizdən isə burada istəyir ümumilli məhsulun ümumi dəyərini hesablayın. Deməli, biz burada nə edərik? Baxın, tapdıq daxildə olan nə qədər oldu? 48,4, düzdürmü? Və ümumilli məhsulun daxilində də olacaq 48,4. Çünki bu ümumi ölkə daxilində olan məhsul və xidmətlərin dəyəridir. Və ümumilli məhsulun ümumi həcmini hesablamaq üçün bunları nə etməliyik? Toplamalıyıq. 33,9 üstə gəl 48,4. Bu da edəcək 82,3 milyard ABŞ dollar. Milyard ABŞ dolları. 23-cü sualın, daha doğrusu 19-cu sualın, yox, üzrlü sayın, 23-cü sualın bəli, düzgün cavabı olacaq 82,3 milyard ABŞ dolları. Bunun da həll olma qaydasını dedim. Burada tənasüb vurmağa, bölməyə ehtiyac yoxdur. Sadəcə biz bu şəkildə ümumdaxili məhsulu da, ümumilli məhsulu da ayırmalıyıq. Daha sonra isə həm ümumdaxili məhsuldan çıxmaqla, ümumdaxili məhsulda olan daxilini tutaq ki, ümumilli məhsulun yerinə qoymaqla düzgün cavabı tapa bilərik. Yəni, təkcə biz burada nə etdik? Toplama və çıxma əməli. Məsələn, şərti uzun görsənə bilər, qarışıq görsənə bilər, amma əslində ən sadə üsullarla biz bunu həll edə bilərik. 24-cü sualda qeyd olunur ki, son illər dünya sənayesində inkişaf etməkdə olan ölkələrin payının artması bu ölkələrdə hansı sahələrin inkişafı ilə əlaqədardır? İnkişaf etməkdə olan ölkələrin payının artması hansı sahələrin inkişafı ilə əlaqədardır? Dəqiq maşınqayırma sahəsi üzrə ixtisaslaşma xeyr, bu inkişaf etməkdə olan ölkələrdə olmayacaq. Hasilat sənayesinin inkişafı bəli olar. Yüngül sənayenin inkişafı olacaq. Elm-tutumlu istehsal sahələrinin artması xeyr, ağır sənayenin bəzi sahələrinin inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə köçürülməsi bəli. Biz bunu deyirdik, deməli, ekoloji təcavüz siyasəti. Çünki inkişaf etmiş ölkələr bəzi ağır sənaye sahələrinin ekologiyanı daha çox çirkləndirməsindən narahat olduqları üçün bu sahələri köçürdülər inkişaf etməkdə olan ölkələrə, kasıb ölkələrə belə deyək. Kasıb ölkələrə də deməzdim, yəni sənayesi nisbətən inkişaf edən, lakin həmin ölkələrdən daha geridə olan ölkələrə. Və buna da biz qeyd edirdik ekoloji siyasət, ekoloji təcavüz siyasəti. Bu da aiddir inkişaf etmiş ölkələrin inkişafına. Deməli, 24-də olacaq 2, 3 və 5 düzgün cavablar. 2, 3 və 5. 25-də qeyd olunur ki, elmi-texniki inqilabın təsərrüfat sahələrinə təsiri. Sənayedə avtomatlaşdırma ilə əlaqədar təsərrüfatın 3 və 4-cü sektorunda, bəli, avtomatlaşdırma ilə əlaqədar 3 və 4-cü sektorda məşğulluq artacaq. Yəni, həm xidmət sahələrində, həm informasiya sahələrində məşğulluq artacaq. 2-də qeyd olunur ki, kənd təsərrüfatı ekstensiv inkişaf, xeyr, bu intensiv inkişaf olacaq, 2 səhv. Təsərrüfatda bir çox yeni sahələr yaranmış, bəziləri isə öz əhəmiyyətini itirmişdir. Bəli, emal sənayesi sürətlə inkişaf etmişdir. Emal sənayesi sürətlə bəli inkişaf edəcək. Maşınqayırma sənayesi meydana gəlmişdir. Xeyr. Deməli, elmi-texniki inqilabın təsərrüfat sahələrinə təsirində biz götürməliyik 1, 3 və 4-cü xüsusiyyətləri. 26-cı sualda qeyd olunur ki, ağır sənaye sahələrinə aiddir. Neft emalı zavodu. Təbii ki.
Maşınqayırma müəssisəsi, əlbəttə. Fındıq təmizləmə fabrikidir, mineral su doldurma müəssisəsidir. Xeyr, bunlar olacaq qida sənayesi, yüngül sənaye, plastik kütlə zavodu, bəli. Bu da olacaq ağır sənaye sahəsi. Meyvə-tərəvəz konservi zavodu da qida sənayesinə aid olacaq, yüngül sənaye. Deməli, 26-da olacaq, düzgün. Cavablar 1, 2 və 5. İndi isə keçirik 27-ci suala. Qeyd olunur ki, uyğunluğu müəyyən edin. İqtisadi cəhətdən fəal əhalinin məşğulluq sahələri. Aha. Baxın, birincidə qeyd olunur ki, təxminən ölkənin 75% yaxını kənd təsərrüfatı ilə məşğul olur. Bu hansı ölkələr olacaq? Əlbəttə, inkişaf etməkdə olan, geridə qalmış kasıb ölkələr, Afrika ölkələri. Baxın, elə Çad və Niger. Aydındırmı? Deməli, birinci diaqrama aid olacaq B və D. Çad və Niger. İkincidə qeyd olunur ki, baxın, həm burada kənd təsərrüfatı, həm sənaye, həm xidmət sahələri demək olar ki, hamısı yarı-yarı hissələrə bölünür. Yəni, bu da orta inkişaf səviyyəsinə malik ölkələrə aid olacaq. Məsəl üçün, baxın, burada biz Pakistanı götürə bilərik. İnkişaf etməkdə olan ölkələr, lakin bunların da, məsəl üçün, biz artıq Pakistanı yeni sənayeləşmiş ölkə kimi götürə bilərik. Bu ölkələrə aiddir bu diaqrama. Üçüncüdə isə tam əksinə xidmət sahələri daha çoxdur, 80%-ə yaxın. Kənd təsərrüfatı azdır, sənaye də azdır. Bu da olacaq inkişaf etmiş ölkələr. Baxın, 2-də oldu C. 3-də də olacaq inkişaf etmiş ölkələr. Yəni, Yeni Zelandiya və İtaliya. A və E. Aydın oldu. Birinci diaqram olacaq inkişaf etməkdə olan Çad, Niger. 2 olacaq Pakistan. 3 olacaq İtaliya və Yeni Zelandiya. İndi isə keçək situasiya tipli tapşırıqların izahına. Situasiya tipli tapşırıqlarda birincisində qeyd olunur ki, birinci ümumi şərti oxuyuruq. Şərtdə qeyd olunur ki, konserv zavodları iri şəhərlərdə deyil, kənd təsərrüfatı məhsulları ilə ixtisaslaşmış rayonlarda yerləşir. Bu amil məhsulların maya dəyərinin nisbətən az olmasına səbəb olur. Aha. İndi burada qeyd olunur ki, 28-ci tapşırıqda mətndə verilmiş müəssisələrin yerləşdirilmə prinsipini müəyyən edib yazın. Aha, baxın, konserv zavodları iri şəhərlərdə deyil, kənd təsərrüfatı məhsulları ilə ixtisaslaşmış rayonlarda yerləşir. Bunun səbəbi əlbəttə xam mala yaxınlıq olacaq. Aydındırmı? Məsələn, baxaq Azərbaycanda konserv zavodları hardadır? Quba Xaçmazda, Şəki-Zaqatalada, Lənkəran-Astarada. Niyə bu iqtisadi rayonlarda bu sahələr konserv zavodları yerləşdirilir? Əlbəttə ki, deməli, xam mala yaxın olduqları üçün xam mala yaxınlıq baxımından. Onun üçün, baxın, 28-də yazırıq, xam mala xam mal yazıram, daha gerisini yazmıram, aydın olacaq. Xam mala yaxınlıq, 28-ci tapşırığın düzgün cavabı. 29-da qeyd olunur ki, mətndə verilmiş müəssisələrdə istehsal olunan məhsulların maya dəyərinin nisbətən az olmasının səbəbini müəyyən edin. Aha. Baxın, burada da həmin müəssisələrin xam mal mənbələrinə yaxın yerləşməsi onları bir sıra xərclərdən azad edir. Aydındırmı? Məsələn, burada ən böyük xərc nəqliyyat xərcidir. Nəqliyyatın xərcini əhəmiyyətli dərəcədə azaldır və nəticədə də maya dəyəri azalır, aşağı düşür. Baxın, burada nəqliyyat deyəndə biz həm burada nəqliyyatın sərfiyyatını nəzərdə tutmalıyıq. Tutaq ki, burada sürücülərin qidalanması var, digər tələbatları var. Bunların hamısı həmin müəssisə tərəfindən təmin olunur və bu da əlbəttə xüsusilə uzaq yol olsa daha çox deməli xərcin çıxmasına səbəb olar və bu da maya dəyərinin artmasına səbəb olar. Amma ki, müəssisələrdə istehsal olunan, daha doğrusu, yaxın yerləşərsə bu zavodlar ixtisaslaşmış rayonlara, xam mal mənbələrinə, həmin zaman nə olacaq? Xərclər də azalacaq. 29-un da düzgün cavabı bu şəkildə izah etdim, daha yazmıram. 30-cu tapşırıqda qeyd olunur ki, mətndə verilmiş təsərrüfat sahəsinə əsasən cədvəli tamamlayın. Aha, aid olduğu təsərrüfat sektoru. Burada bizdən deməli, yeyinti sənayesi ilə bağlı, qida sənayesi ilə bağlı olan məsələni soruşur və bu da aid olacaq nəyə? Təbii ki, kənd təsərrüfatına. Bu da
təsərrüfatın ikinci sektoruna aid olacaq. Aydındır? İkinci sektor aid olduğu sənaye sahəsində baxın elə bayaq qeyd etdik. Yeni sənayesi olacaq. Həmçinin yeni sənayesinin də qida sənayesi. Uyğun olaraq 3-cü tapşırığın düzgün cavabıdır. Deməli, 9-cu sınağında izahını sizlərlə bölüşdüm. Faydalı olmağa çalışdıq. Ümid edirik ki, siz də faydalanarsınız. İzlədiyiniz üçün, diqqətiniz üçün təşəkkür edirəm.